Qəbələlilərə və istirahətini Qəbələdə keçirmək istəyənlərə xəbərimiz var, gediş-gəlişiniz daha rahat olacaq. Çünki martın 18-dən Bakı-Qəbələ-Bakı dəmir yol marşrutu üzrə sərnişin daşımalarına başlanılır. 309 km uzunluğunda olan dəmir yol xətti ilə səfər müddəti 3 saat 20 dəqiqədir. Bugündən marşrut üzrə biletlərin satışına başlanılıb. Bakıdan Qəbələyə qatar reysləri açılır. Bugün bu qatar reysinin ilk səfəri, rəmzi səfəri baş tutdu. Belə ki, 309 kilometrlik yolu bundan sonra qatarla 3 saat 20 dəqiqəyə getmək mümkün olacaq. Lakin hələlik qatarın sürət həddi saatda 100 km/saat nəzərdə tutulub. Gələcəkdə isə bu sürət həddi artırılacaq və zaman baxımından bu məsafə daha da qısalacaq. İlk rəmzi səfərin sərnişinləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbər heyəti və media nümayəndələri oldu. Qatarın marşrutu Biləcəri, Ələt, Hacıqabul, Kürdəmir, Ucar və Ağdaş ərazisindən keçir. Əvvəl Ağdaşın Ləşi qəsəbəsinə çatan Bakı-Qəbələ qatarı elə 3 saat 20 dəqiqəyə Qəbələ Dəmir Yol vağzalında oldu. Rəmzi səfərlə bağlı tədbirdə çıxış edən Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmov bildirib ki, Qəbələyə ilk dəfə olaraq dəmir yolu xəttinin çəkilməsi müasir Azərbaycan tarixində olduqca önəmli hadisədir. Azərbaycan Dəmir Yollarının sərnişin daşıma strategiyasına müvafiq olaraq bu aydan etibarən biz Bakı-Qəbələ-Bakı marşrutu üzrə dəmir yol xətti ilə sərnişin daşıma xidmətlərini istifadə verəcək. Strategiyaya uyğun olaraq bu aydan etibarən həmçinin Bakı-Gəncə sərnişin qatarının Tovuz və Ağstafaya qədər uzadılmasını artıq qərarlaşdırmışıq və bu ayda etibarən hər iki xətt üzrə sərnişin daşıma xidmətləri bərpa olunacaqdır. Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin Stadler Rail Group şirkətinin istehsalı olan 4 vaqonlu, 2 mərtəbəli sürətli sərnişin qatarları hərəkət edəcək. Qatarda standart 294, biznes 61 və 1-ci sinif 9 olmaqla ümumilikdə 364 yer mövcuddur. Biletlərə gəlincə, marşrut üzrə bir istiqamətə gediş haqqı isə standart sinif üçün 14 manat, biznes sinifi üçün 31 manat, 1-ci sinif üçün isə 93 manat təşkil edir. Qatar həftə sonları olmaqla hər şənbə saat 8:00-da Bakıdan Qəbələyə yola düşüb, 11:20-də mənzil başına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü 19:00-da Qəbələdən çıxıb, 22:20-də Bakıya çatacaq. Biletlər bugündən etibarən Bakı Dəmir Yol Vağzalının kassalarından və ya Azərbaycan Dəmir Yollarının rəsmi saytında onlayn əldə etmək mümkündür. Bakı-Qəbələ Dəmir Yol marşrutunun açılması rayonda turizmin inkişafına da təkan verəcək. Bu marşrut Qəbələ ilə yanaşı ətraf rayonlara da faydalı olacaq. Məhz buna görə yay aylarında Bakı-Qəbələ Dəmir Yol xətti ilə sərnişin daşımalarının artacağı gözlənilir. Hələlik marşrutların həftə sonları həyata keçirilməsi nəzərdə tutulur. Getdikcə yay mövsümünə doğru tələbat artarsa, artıq bizim də qrafikdə müəyyən dəyişikliklər olacaq. Qəbələ və ətraf rayonlar Azərbaycanın ən gözəl, həm də ən populyar turistik zonalarından biridir. Burada canlanmanı yəqin ki, biz mart ayından sonra üzü yaya doğru daha tez-tez müşahidə edəcəyik. Xatırladaq ki, Ağdaşın Ləşi qəsəbəsindən Qəbələyə dəmir yol xəttinin tikintisinə 2019-cu ildə başlanılıb. Bir xətli dəmir yolunun açılışı isə dövlət başçısı Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin mayında baş tutub. Rövşən Əliyev, Sehrac Azadoğlu, Rüstəm Mikailzadə, İlkin Cəlilzadə, ASTV Xəbər.